Fəlsəfə məhz düşünməyi öyrənməkdir, düşünməkdir. Və onu da deyim ki, düşünmək özü ümumiyyətlə ağır bir prosesdir. Bir var bunu hiss eləyəsən, nədənsə ləzzət alasan, bunlar çox rahatdır, bədənə də, ruha da bir zövq verir. Düşünmək ağırdır, düşünmək müəyyən ideyalarla yüklənməkdir, müəyyən ideyaları həll eləməyə cəhd eləməkdir. Yəni, bütün bunlar bir növ insanı ağırlaşdırır, müəyyən şeylərdən təcrid eləyir və o təcrid olunduqca, əgər onu əvvəlcədən tanıyırsansa, bilirsənsə ki, nədən təcrid olunursan, biraz sənə ağır gəlir, təcrid olunmaq istəmirsən. Yox, bilmirsənsə, heç xəbərin də yoxdur ki, belə bir şey var və onu anidən sənə tanıdanda səni yenə də o düşüncə prosesini poza bilər ki, belə bir şey də var imiş. Yəni, bu baxımdan düşünmək elə də sadəcə sıradan bir söz